Rasim, bağ deyim sənə, qardaş. Ləzzət. Bura gələn adam heç vaxtı qocalmaz, qardaş. Bura cavanlıqdır. Yaşlısansa, bu evi alsın, cavanlaşar. Çünki panorama, təmiz hava, şəhərdən gəlmişik. Hörmətli izləyicilər, sizə əsl, bax çox deyirdiniz, mənə əsl bağ istəyirəm, özünə tikilmə. Bax, bu da gəldi. Əsl bağ 30 sotun içində. Neyniyək? 2 aşağı. Bəyin işarəsini basın, qəşəng, əla bağlı. Getdik. Əsim, narda öz sözünü deyir ha. Əsl bağ, hörmətli izləyicilər. Əsl köhnə, beləsiz istəyən də 30 sotun içində, Alballıqda, Vişnyovkada. Vişnyovkanın yaxşı yerində. Yolu da yaxşıdır. 2 mərtəbə monolitlidir ha evimiz. Monolit, beton monolit. Otaqlarda bir yerdə baxacaq. 30 sot monolit, sənədlər tam qaydasındadır. Həyət də ki, qardaş. Həyət də, bax, həyət arzuluyoruz. Bu da sizə həyət. Nə qədər sizə ağac, meyvə ağaçları, nə bilim, nar. Badama bax. Fırlat yox, badam. Olar da, olanda olur. Gəl. Hörmətli, qiymətini aşağıdan qeyd eləyəcəm. 30 sot həddindən artıq, yəni, bağ arzulayanlar üçün əla bir şeydir. Bax, həyətində parniki də var, amma bu parnik söküləcək. Yəni, bu parnikin bura dəxli yox. Buna aparacaq, turp əkiblər, buna bax. Bax, hasarımız oradan başlayır. Düz gedəcəyində, düz o tərəfə. Neyniyək, gedək. Yəni, görsətdik də, gedək o tərəfdən bağı baxçasını görsək, sonra evləri görsədəcəyik. Bir dənə bəyin işarəsini basın, çünki ev həqiqətən, belə bağlar çox az çıxır da satışada. Özünüz görürsünüz ki, məndə bura kladovkasıdır. Özünüz görürsünüz ki, kanalda çox az olur belə şəxsi tikili mülk. Qayanın üstündə tikilib ha, yəni moşn evdir. Haradasa 2000-ci ilin əvvəllərində tikilibdir evimiz. Həyətini çək görsəniz, bax belə. Burada 3 dənə ev tikmək olar bundan əlavə. Gəl. Deməli belə. 2-ci mərtəbəyə bax, buradan da pləkan. İndi giriş qapısını da sizə göstərəcəm. Bax, burada qarajıdır. Yəni, həyətinə daxil olmaq olur. Ya birinci ora baxaq, sonra qaydarıq. Gəl. 2 quyusu var. Biri o başladı, biri bu başladı. Burada həyətdə sanuzildir. İçini çəkməyə ehtiyac yoxdur. Hamamı, bu da ayaq yolusu. Evin arxasında bax belə quyusu var. 2 dənə quyusu var. Çəndir. Bildim. Gedək, gəl. Evə 2 dənə yerdən giriş var. Biri bax buradandır, bu hissədə. Biri də bax oradandır. İndi keçək oranı mən sizə göstərdim. Gəl. Bir ikinci giriş. Bu da ki evin qarşısıdır. Qapısının ağzına kimi də hörmətli izləyicilər, asfalt döşəmədir. Gördünüz də, bütün kommunallar var. Bir dənə su quyudur. Kombisiz zadı indi özünüz görəcək. Gəl. Kim alsa Allah xeyir versin. Bağla. Ev mebellə bir yerdə satılır. Kombisi bax burada yerləşir. Mülk istəyənlər üçün də bu reşotkası var. Bura qaraj hissəsidir, üstü bağlıdır. Kombimiz də buradadır. İsitmə sistemi kombidir. Gedək. Buyur, geç. Bura koridor hissəsidir. Belə güzgüsü falan. Baxaq mətbəxinə. Bura mətbəximizdir. Mətbəx mebeli də var, özü səliqəlidir. Bura qonaq otağımızdır. O vaxtın mebellərdə, indi belə mebellər olmur. Buranı da çək görsət. Burada sanuzildir, 1-ci mərtəbədəki. Telefon liniyası da var idi.
İndi də qalxaq ikinci mərtəbəyə. Həmən hardan başlamadıq? Panorama. Orada da 2 dənə otaq və 1 dənə sanucil var. Gedək gəl. Panoramanda hörmətli izləyiciler, gördünüz də, yəni panoramasında söhbət yoxdur. Yəni Bilgəh yaxındır buradan. Bilgəhin də vetrovoy patok var. Yodvu palasa. Buradan keçir, Vişnyovkadan. Burada da bildiyiniz kimi nəmişlik yoxdur. Evdə yaşayış yoxdur. 1 qram nə iyi, nə qaraltı, belə şeylər yoxdur. Bu da sizin panorama. Sayım yarımçıq qaldı. Çəkirsən də panorama. Və heç bir bağdan bu həyət görsənmir. Getdik. Deməli belə. Bu yataq otaqlarından biridir. Elə buradan çək görsək, girmə ehtiyacı yoxdur. Mebellər qalacaq. Bu ikinci otaqdır və bu otağın özünün belə adlandıraq da qonaq otağımız. Gəl. Əvvəl burada mətbəx olub. İndi elə belə krandır. Burada bax, fikir verim. İkinci mərtəbə sanılır oldu. Görürsünüz, radiatorlarda var. Ha. Hər şey qaydasındadır. Yəni bu ev kim maraqlıdır bu ev üçün? Əsl bağ ev istəyən, torpağı böyük olan, mülk istəyənlər buyurun. Mən zəng edin 070 858 31 44. Sağ olun, minnətdarım.